Salam əziz izləyicilər. Biz bugün lövhədə yazılan bu cümlə haqqında sizinlə bərabər fikir mübadiləsi edərək cümləni müxtəlif yöndən təhlil edib düzgün rəyə gələk. İlk əvvəl cümləni oxuyaq. Yayda süfrələrimizin bəzəyi olan şipşirin qarpızı yəqin ki, yeməyən yoxdur. Cümlə sadə cümlədir. Bu fikri irəli sürürəm və niyə sadə cümlədir? Çünki cümlənin bir qrammatik əsası var. İndi sizinlə bərabər cümləni təhlil edək və fikrimizi təsdiq edək. Xəbərimizi tapaq yoxdur. Çünki bu xəbərə sual verə bilmərik. Nəyə görə sual vermirik? Çünki predikativ xəbərdir. Bildiyimiz kimi predikativ xəbərlər sual tələb eləməyən halda olan xəbərlərdir və ismi xəbərdir. Yoxdur. Kim yoxdur? Yeməyən yoxdur. Fe'li sifətlə ifadə olunan mübtədamız da fe'lin isimləşən yəni forması ilə ifadə olunur. Bəli, cümlənin qrammatik əsasını artıq biz tapdıq. Yəni, yeməyən yoxdur. Artıq bu qrammatik əsasdır. Qrammatik əsas bir olduğundan, yəni bir qrammatik əsası olduğundan cümlə sadə cümlədir. Cümlədə həm də bir fikir irəli sürülür. Cümlə geniş cümlədir. Bu fikri də təsdiqləmək üçün artıq biz cümlədə ikinci dərəcəli üzvlərin iştirakını görürük. Məsələn, nəyi yeməyən yoxdur? Qarpızı yeməyən yoxdur. Tamamlığımızdır. Yəni, əşya bildirir, ifadə edən vasitəsiz tamamlıqdır. Bəs hansı qarpızı yeməyən yoxdur? Şipşirin qarpızı yeməyən yoxdur. Hansı şipşirin qarpızı yeməyən yoxdur? Süfrələrimizin bəzəyi olan şipşirin qarpızı yeməyən yoxdur. Təlimlərimizi də tapdıq. Bəs haçan bu qarpızı yeməyən yoxdur? Yayda, yəni yay aylarında. Biz bilirik ki, yayda, qışda, ildə, ayda kimi sözlər dialektik şəkilsini qəbul edəndə zaman zərfi anlayışını ifadə edir. Demək olar ki, fikri irəli sürürük, cümlədə bütün cümlə üzvləri iştirak edib, bəli, doğrudur. Tamamlığımız, təyinimiz, zərfliyimiz cümlədə öz yerini tapmışdır. Buna görə də bütün cümlə üzvlərinin işləndiyi bir cümlədir. Belə bir fikir irəli sürmüş olsaq ki, təyinlər quruluşuna görə sadədir. Bu fikrimiz səhv olar. Çünki biz bilirik ki, nitq hissəsindən ibarət olan, yəni çoxaltma dərəcəsi sifətlə ifadə olunan təyin var şipşirin. Bu, sadə təyinli quruluşuna görə. Süfrələrimizin bəzəyi isə fe'li sifət tərkibi olduğundan mürəkkəb söz birləşməsidir. Yəni bilirik ki, söz birləşməsi ilə ifadə olunan təyinlərdən və yaxud bütün cümlə üzvləri quruluşuna görə mürəkkəb hesab olunur. Bəli, süfrələrimizin bəzəyi olan bu təyin isə quruluşuna görə mürəkkəbdir. Zərfliyimiz sadə zərflidir. Nitq hissəsindən ibarət, yəni zərfin özündən ibarət olan bir zərfdir, zərflikdir. Ona görə də sadə cümlə üzvüdür. Biz desək ki, cümlədə həmcins təyin var, bu da səhv olar. Çünki burada təyinlərdən biri digərini izah edir. Burada qeyri-həmcins təyin var. Fikir verək, intonasiya yoxdur. Süfrələrimizin bəzəyi olan şipşirin qarpız. Cümlədə köməkçi nitq hissələri işləmişdir. Bu da doğru olardı. Bəli, köməkçi nitq hissəsini görürük biz. Cümlə üzvü deyil. Güman və şübhə bildirən modal sözdür. Cümlənin ortasında işləndiyindən hər iki tərəfdən durğu işarəsi ilə ayrılmışdır. Və cümlə nəqli cümlədir. Məqsəd və intonasiyaya görə nəqli cümlədir. Nəyə görə nəqli cümlədir? Çünki bu cümlədə məlumat verilən bir cümlədir. Sadə intonasiya ilə ifadə olunan bir cümlədir. Buna görə də cümlə haqqında da bu fikir deyə bilərik ki, cümlə nəqli cümlədir. Diqqətinizə görə təşəkkür edirəm.